və bu inkişaf edir. Moskva onlardan geri qalmaq istəmir və çalışır ki, və azadlığı gözəl şəkildə keçirsin. Ancaq çox təəssüf ki, dindən, haqdan uzaq olan qardaşlarımız var ki, biri mənə deyir ki, diskoteka çevirib. Siz deyirəm, bəli, sənin gecə yuxumda da diskoteka görünür. İmam Hüseyin əleyhissalam ağlayan bir şəxs bugün azadarlıq keçirir. Hər necə keçirirsə Allah ondan qəbul eləsin. Düşman öz işini görür və düşman bilir ki, həmin haramzadalar hardadılar, onları tapar və onların vasitəsilə öz elmini neyini yayır. Mən dünə bir söhbət elədim Plastekmirdə Quds günü haqqında. Biri düşüb aşağıda deyir ki, o nə deyir, bugün belə söhbətlər bilirsən. Deyirəm, sən keç namaz qılmırsan, bunu hardan bilirsən? Mənə dedilər, o deyənlər ki, sənə bunu dedilər, onların gözü dikilib sənin varlığına, dövlətinə. Əgər o bugün sənə bu sözləri deməsə, Yaxşı İmam Hüseyin bilsəydi ki, şəhid olar, elə onun şəhid olmağı, Yezidə lənət oxumaqla, Muaviyə lənət oxumaqla qotaracaq, o şəhid olmazdı ki, Kərbala da olmazdı. İmam Hüseyin onun için şəhid oldu ki, bugünkü gündə biz İmam Hüseyin məktəbindən ibrət götürək. Bugün biz Azərbaycanda Ramazan ayında dini qabağını alanlara lənət oxumasa, İmam Hüseyin əleyhissalamın azadlığı bizdən qəbul olunmaz. Bugün Azərbaycanda hicabı qadağan edənlərə biz lənət oxumasa və Azərbaycanda hicablı xanımların institutlara, məktəblərə gedənləri biz lənət etməsə, bizim işlərimiz qabağa getməz. Torpaqlarımızı satanlara lənət oxumasa, bizlərə haqdan uzaq salanlara lənət oxumasa, bizim heç bir əməlimiz qəbul edilməz. Qiyamət günündəki o kəslər ki, İmam Hüseyini aza saxlayıblar və haqqı gizlədiblər, batinə güc veriblər, o vaxt onların o əllərini çırpacaqlar onların təpələrinə. Deyəcəklər ki, sən İmam Hüseyin kimi ağlayırdınsa da, sən Yezidin dəstəsindəydin. Biz bugün İmam Hüseyini ağlamasaq da, ancaq İmam Hüseyin məktəbində olar, onun yolunu gedər. Yox, biz bugün İmam Hüseyini ağlayırıq, Yezidin məktəbini gedirik. Batil görəndə susuruq, haqq görəndə haqqı da gizlədirik. Yezid məktəbi buna deyərlər. İmam Hüseyin məktəbi isə deyir ki, heç nədən qorxma. Ey insan, Allah sənə bir həyat verir, o həyat Allahlıqdır. Sən əgər qurban olun İmam Hüseyinə, kaş bugün bu dəmdə olaydın, Kərbala deyirsənsə, bugün onun bir balaca məktəbidir. Mən düzgün danışmaqdan qorxmuram, sən nə üçün duxşan kimi əsirsən, ey qardaş, özünə müsəlman deyirsən, bizlərdən İraq. Ay sən siyasətdən danışırsan, deyirəm danışaram, mən cəhd eləyərəm. Mənim hünərim çatır, mənim imanım çatır, kişiliyim çatır. Sən ki duxşansan, sən istəyirsən bizləri sikan edəsən, get duxşanlığını elə, meşələr doludur. Hər meşənin dalında da kələmi var, gedib yiyərsən, özünü saxlayarsan. Siz kimi duxşanlar olub ki, biz köllərə düşmüşük. Bəli, inşallah, biz İmam Hüseyin əleyhissalamın məktəbindən gedənləri, Həzrət Əli şiələri, inşallah biz şiirlərik, inşallah. Allah bu məktəbin biraz da ucaldacaq və qoymayacaq ki, kafir kəslər, haramzadalar bu məktəbinin qabağını alsın. Və İslamın bugünkü gündə necə lazımdır yaymağı biz kimdən də lazım olsa yaxşı bilirik. Lübuy, məsələn, özünə bugün kim Ayətullah deyir, kim nə deyir desin, Moskvada İslamı indiyə qədər yaymağı da biz usta olmuşuq. Heç bir kəsdən uğramamışıq, millətçilik salmamışıq. Bizim cəmiyyətimizin tərkibində Azərbaycanın bütün göşələrindən var. Bizi görməyən haramzadılar doludur, istəməyənlər çoxdur, bilməyən fikirlərində nə var? Yenə deyirəm, buradakilərdən İraq, heç kim özünə götürməsin. Və inşallah da nə qədər batil qüvvələr olub, biz qanımızla, canımızla donmuşuq. Düzdür, məsələn, bizə o siçanlar, məsələn, o dovşanlar, dalımızdan danışanlar çoxdur. Allah onları hidayət eləsin, lənət oxumadan yazıqdılar, ancaq haramzadadılar. Geçsinlər 40 gün, gecə uruş tutsunlar, qoy haramları onların bədənindən çəkilsin. Həzrət Əli əleyhissalam buyurur ki, o kəs ki tövbə edib və o əti, onun dərisi, onun sümüyünə dəyməyib, haram ətlər ki onda var, o düzələn çətin düzələr. İnşallah Allahın köməyi ilə mən hamınızdan üzr istəyirəm. Bu azadarlıq ki olundu, inşallah burada olan, məclisdə olan bütün hamı onlardan xoşu gəldi. Çünki bunlar hamısı halal sürülmüş əməllər, halalzadalardır. Yəni burada hamı kim ki iştirak edir və inşallah hər kəsin öz yeri var. Biri dindən danışar, biri ağımdan danışar, biri şəriətdən danışar, biri də qorxmadan bugünkü gündə siyasi işlərdən danışar. Kim danışa bilirsə danışsın. Biz ona Allah Akbar deməyə həmişə hazırıq. Yox, siz danışa bilmirsinizsə inşallah xahiş edib bu batil qüvvələrə bizim qabağımızı almasınlar. Allah'ın da olsun. Elə ki onlara bir yüz göstərərək ki adları yadından çıxacaq. Allah'ın da olsun hər dəqiqə, hər zaman buna qüdrətimiz çatır. Və o vaxt kimsə istəyirsə gücünü, istəyirsə sınasın, hər dəqiqə, hər saniyə hazırıq.
Ben Allah'a and olsun deyirəm ki, elə bir güc yoxdur. Çünki biz Allah Əkbar adı ilə gedirik. Və 96-cı ildə bu işi götürmüşük. Vahiblərin, sərgüçülərin əlindən İslam şəhər cəmiyyətini açmışıq. Bu gündə də gedirik və indiyə qədər də heç bir kəs cürət ediblər qabağımızı alsınlar. Allah'a and olsun, biyabar olublar. Bəziləri Allah onlara lənət elədi, göndərdi cəhənnəmə, bəziləri sağ-salamatdır. Əgər dua eləsək, Allah onlara da lənətə vasil edər. Eləmirik, Allahdan istəyirik ki, Allah onları hidayət eləsin. Xahiş edirik, əziz qardaşlar, əl-ələ verək, İslamın qabağa getməsi üçün əlimizdən gələni eləyək. Çünki güc bizdədir, İslamdadır, Qur'andadır. Kim Allah'ın andısa, heç kim ona heç nə edə bilməz, özünə eylər. Özümüz də gördük ki, Hizbullah Livanda nə elədi? O boyda 4-cü qüdrətli olan ölkə İsrail oldu. Balaca bir armiya ilə biz də həmin Hizbullahlarıq. Yəni Hizbullah Allah'ın partiyası. Yer üzündə 2 dənə partiya var. Şeytan partiyası, bir də Allah partiyası. İndi bəzilərə biz üz göstərməmişik. Yəni məsələn, getməmişik dərinə, o demək deyil, biz qorxmuşuq. Yenə də deyirəm, üz göstərsək, adları, familiyaları yadlarından çıxacaq. Və həmişə də bunu göstərməyə hazırlar. Gəlin gücümüzü saxlayaq biz ermənilərə gücümüzü göstərək. Kim inərlidir? İnşallah bu tribuna, bu mikrofon gəlsin, bizi çöllərə salanlara lənət oxusun. Buna deyərəm, mömin. Bizim əlimizdən neftimizi alanlara lənət oxusun, deyərəm, mömin. Bizim pasportlara ki, qadınlara icra vermirlər, başı bağlı şəkil çəksinlər, at soxsun, lənət oxusun. Deyərəm, hə, bunda iman var. Yox, ay sakit qal. Əgər bir insan vilayət fəqir Ağay Xamilinin adına çəkməyə qorxursa, mən ondan Allah'a and olsun, hər nə öyrənirəmsə, elə bil ki, mən onu Siyonistdən öyrənirəm. Sən bugün kafir qorxmur, Papa Rimskin adını tutur. Kafir bugün qorxmur, Dalai Lama'nın adını tutur. Mən bugün Ağay Xamilinin adını niyə tutmaram? Allah onun ömrünü uzun eləsin, salavat. Bu da bizim məktəbimiz. İnşallah kim gəlir, sinə gəlir, çox çalışıblar, bizi azalsınlar. Bu işə müftiyat da girib, bu işə nə bilim, 3 dənə hərfləri də salırlar. Allah'ın gücü ilə bəziləri bugün cəhənnəmdə yanırlar, bəzilərdəki cəhənnəmə kandidatdırlar inşallah. Allah bizlərdən, amma o kəs ki, İslam Allah Əkbərləndir, Quranlandır, Allah onlara kömək eləsin. Hər kəs ki, hər nə ilə İslam'a qulluq edir, Allah onların ömürlərini uzun eləsin inşallah. Və inşallah ki, öz gücümüzü inşallah Qarabağda göstərərik. Bir-birimizə güc. İmam Hüseyin Əleyhisselam buyurur ki, ən qorxaq o kəsdir ki, özünkilərinə cürət edib, başqalarından qorxsun. Bəli, mənə cürət eləməyə nə var ki, bilir ki, ən axırda onun başını kəsirəm, mənə tez yox. Gözərəm 1 il, 10 il, 15 il, görərəm vacə gəlməz, onun bir deyərəm, toy tutaram ki, bilməz ki, hansı nəsildən. O, gücümüzü inşallah Qarabağda göstərərik inşallah. Orada ermənilərə gəlib gücümüzü göstərər, bizi bu çöllərə salanlara gücümüzü göstərər. Onda deyərlər ki, hünərli oğlandan, mərd oğlandan. Allah inşallah bizlərdən razı qalsın və bu azılarlığı bizdən əla dərəcədə qəbul etsin. Buna bizim məclisimizdə hörmətli ustadımız Ağay Musili, Ağay Müfid var. Elmlərindən çox biz razıyıq və savadlı qardaşlarımızdandır. Onların İslamda öz yeri, bizim də inşallah öz yerimiz. Özləri bunların oyunlarını alırlar. İnşallah təqdir yolundakı İslamda biz indiyə qədər çalışmışıq və inşallah kimlər də gəlib bizdən öyrənmək istəyir, biz öyrədərik inşallah. Tələbələr məsələn, bizdən təbliği necə lazımdır öyrətmək, biz onlardan eyni əl-ələ verək, İslamı inşallah Rusiyada yayır. Əks halda bizə qarşı gedənlər Allah'ın da olsun ki, onları yaxşı həyat göstərmir. Allah onların belini sındıracaq inşallah. Salavat Muhammed və Muhammed.